Aya bir gün Ordudan gəlmişəm. Xoş gəlməmiş olardım. Toz rayonuna gəlmişəm Ordudan. Paho. Aya il neçənci ildir Mehribanın bıçağının dalının qabağının kəsdiyi ildir. Mehriban Əliyevanın artıq Lukashenkoya padxod eləməyə çalışdığı ildir. Mehriban Əliyevanın hakimiyyəti ələ aldığı son sürət necə deyərlər, reytingini qaldırası ildir. Bir balaca da arada bir qəbul zad edir, cəmaət töküldü Mehribanın üstünə. Hamı tökülür Mehribanın qəbuluna. Aya gəlmişəm Bayındidən, anam belləyir. Anam belləyir. Qabil, mənim maşınla apar. Mehriban xanımın qəbuluna düşəcəyəm. Elə də deyir, elə bil Mehriban Əliyevna meydan asacaq. Dedim, ay xanım, ay anam, ay etmə belə. Ay dedi, yox, hamının problemini həll eləyir, mənim haqq bu mağazin, bu ədalət, bu, mən apar Mehribanın yanına. Dedim, ayda bir dəfə ora gedirsən. Ayda bir dəfə ora gedirsən, nə əldə eləyirsən? Deyir, yox, bu dəfə deyir, özü qəbul eləyəcək, deyir. Nəysə. Aya, 3 gün başımın ətini yedilər, mən maşına qoydum, anamı apardım Bakıya. Ha, qəbul hardadır? 20 yanvardan aşağı düşürsən, o Tbilisi prospekti deyirlər. Düşəndə, o sol tərəfdə bir Olimpiya kompleksi var, belə Olimpiya, Yumru otelin yanında, nə bilim nə oteldir. O Nəqliyyat Nazirliyi tərəfdə. Opşum, Nəqliyyat Nazirliyi, oralardaydı, bilməm, söktülər mi qaldı, orada bir bina var idi. Adını yazın oranın burada, tamaşa bilməyənlər də bilsin. Opşum, idman kompleksi. Oteli onun yerində mi tikdilər, yanında mı tikdilər bilmirəm, hər nəysə. Deməli görüm yazırlarım burada oranın adı nə idi, hər nəysə. Aya, maşını verdim, orada bir yerdə saxladıq, nəysə, getdik Mehribanın qəbuluna. Aya, Tural Sadıqlı göstərib, ha, millətin belində. Aya, hələ o azdır, indi cəmaatın ümidi yoxdur zaten, gəlməyin mənası yox. Orada böyük həyət var, ha, o birisi də o kompleksin ətədir, yumrudur. 7 dənə, ya 10 dənə giriş var. Bax, pilləkənlərlə çıxırsan, enli pilləkəndir, giriş. 7 ya 10 dənə girişi var. Qardaş, inanın Allaha deyiləm. Yaşlılar, qocalar, əlillər doludur. Yaşlılar, qocalar, əlillər doludur. Deməli, bir xiyanın biri Heydər Əliyev fondu. Ay sağ ol, yazdı Heydər Əliyev fondu. Düz yazdı. O fondun o bina var, yuxarıda belə, yumru bina. Əvvəl oradaydı, indi ola bilər dəyişibdir deyə. Bina, həmən o. Hər nəysə. Bir də görürsən, xiyanın bir, aya bizi nə günə qoyublar, aya, boy, millətin belində. Bizi nə günə qoyub, hələ bir-iki dənə jurnalistə oxşayan şey gəlir, bu ağlayır, o özündən gedir, bunun üzünə su səpirlər. Biri Mehriban ilə tərbiyə gedir, qıraqdan buna baxır Mehriban. İndi hoplanıb, bunu qucaqlayıb aparıb, evini verəcək, nə bilinə. Aya, xiyanın nəysə, günortaya kimi bizi orada mələkdilərdi, saat 11-ə kimi. Cəmat, indi belliyirlər, bax gör, cəmat da nətər məzələnirlər, aya, boy. Qapı açılır belə, qapı, dəmir qapıdır, nə bilmər, belliyir. Mehriban Əliyevanın qəbuluna ikinci qapıdan, ikinci çıxışdan qəbul edəcəklər. Hamı 7-dən qaçır ikinci çıxışa. Piləkən nə günə düşür, qoca, yaşlı.